Selamlar ve saygılar değerli izleyiciler. Her vaxtınız xeyirli olsun. Bugün bilirsiniz ki İrandakı etirazlar, ayaklanmalar şiddet tapmıştı. Ancak onları bastırdılar ve bir türlü biraz nefes aldırdılar diye memlekette. Ama olup bitenler neyse önemli değil. Yani oradaki itirazlar necə devam edecektir? O sert yönetimi necə devrilecektir yoksa yumuşatılacaktır? Bunlar başka bir meselelerdir. Ancak önemli mesele bu rejimden sonradır ya bu rejimin değişikliğinden sonrasıdır. Tutalım bu meselenin hakkında zaman zaman burada Güneyliler ve Kuzeyliler olsun çok tartışmalı söz söhbətlər gedirdi. Və bunun əsas o deyirlər fikir sahibi olan başta değerli Profesör Nəsib bəy Nəsibli ilə də zaman zaman bu mübahisələr Güneylilərin arasında çox şiddətli şəkildə gedirdi. Və mən də o mübahisələrin içində Nəsib bəy Nəsibliyə hocamıza bəzi məsələlərdə bəlkə də biraz fərqli yanaşmamız ortaya çıxdı. Onun üçün ondan dəvət etdim. Çok sağ olsun ki dəvətimi qəbul etdi və bugün bu programı onun Hı qulluğunda hı. olacaq və ondan sorularıyla başlayacaq. İlk başta Nəsib Hoca çok hoş geldin, dəvətimizi qəbul etdin. Yayında beraber olduğumuz için ben çok çok mutluyum. Ancak Mesut Bey, teşekkür ederim. Salam olsun size. çok sağ olun, çok teşekkür ederim. O zaman ilk ile yani çok yubatmadan hemen sorulara geçelim. Hı hı. Bakın Evet, siz bir tane bir yazı paylaşmışsınız Facebook'ta ve evet. fikirler ki bir araştırma merkezi de Kafkaskam da onu yayınlamıştı ben gördüğüm kadarıyla Anadolu Türkçesinde. Orada sizin yazınızda bir şey məqam için ben ona eleştiri nöqtəsindən baktım. Siz yazmışsınız ki bu bir tane demokratiya için bir yürüyüştü. Yani bu yürüyüşe demokratiya üçündür ve bu demokratiya üçün yürüyüşte de herkesin katkıda bulunması şarttır. Zaten bu zulmü aradan kaldırmak için, demokrasini bərpa etmek için. Ancak bu demokratinin sonra da yine vaziyette aşağıda yazmış ki bunlar demokrati için gedirlər. Sanki mesela başka milletler bunlarla yaklaşmırlar. Ben orada sizin fikriniz nedir? Yani buradan başka milletler ayaklaşmalar sebebi belki bunu mübahisə eləyək. Gerçekten de başka milletler inanırlar ki demokrasiye göre bu yürüyüşler olur, bu itirazlar, o ayaklanmalar olur. Yoksa onları başka bir düşünürler. Ya aslında ne etmeler lazımdır? Onun için size sualım elə budur. Yani bu fikrinizi bize bir açıklayın. Benim nəzərimə belə gəldi, onun içinde bir təzad vardı. Yani demokratiya üçün geçsələr, millətlər niyə onlarla yani ayaklaşmasınlar? Evet. Aha. Teşekkür ederim bir daha ve salam olsun size de, bizim izleyicilerimize de. Təəssüflər olsun ben tapmadım. Olduğu kimi 6. maddeydi elə bil ki. Doğrudur. 7 maddeden ibaret tezisleriydi. Orada deməli en ağrılı, en can alan meseleden bəhs etmiştim. Bu uzun illərdir. Mən bilirəm ki, bizim Güneylilər, o cümlədən Məsud bəy, siz də onu qəbul eləmirsiniz. Və bunu mən bilərəkdən yazdım. Biraz müzakirələrə və mübahisələrə səbəb olsun deyə. Biz əgər mübahisə eləməsək, biz əgər dialoq yolu tutmasaq, o zaman biz milli hərəkat üçün faydalı ola bilmərik. Keçirəm deməli mahiyyətə. Orada eğer mümkünse elinizin altında varsa Mesut Bey, belki siz okuyasınız orada üç cümle diyesin orada. Orada böyle bir fikir var ki çok milletli ülkelerde həmişə milletler arası eğer işbirliği olmasa o zaman rejimi değişmek çetin olur. Bu bütün nəzəri edebiyatta var. Bakın çok kısa diyeyim. E, 85-ci ildə mən namizədlik dissertasiyasını müdafiə elədim. Ondan əvvəl də bu mövzu üzərində işləyəndə mənim elmi rəhbərim dedi ki, nəzəri əsərləri gərək oxuyasan, milli hərəkatlar o teorisindən gərək xəbərin olsun. Onun haqqında çox yazıblar. Orada da bizim bugünkü söhbətimiz üçün faydalı olan bir fikir var. Çoxmillətli dövlətlərdə ki, İran İslam Cumhuriyyəti çoxmillətli dövlətdir.
Orada bir millət deməkləri filanları bu ideologiyadır. Yəni şahdan gələn, o Rızadan gələn bir yanlış yanaşmadır. Amma burada bir neçə millət var, etnik qruplar var. Onun təfərrüatlarına getmiyor. Bunların arasında əgər əməkdaşlıq olmasa çox çətin olur rejimi dəyişmək, ölkəni dəyişmək. Siz də haqlı olaraq deyirsiniz ki, bu farslar axı nə əməkdaşlığa gedirlər, nə də onların arasında demokratik hərəkat yoxdur. Məsələ məhz qəlizliyi bundadır. Farsların o şovinist olması bilinən bir şeydir. Hətta ben o sizə cavabımda da yazmışdım ki, Farslar bugün bir xəstə halındadılar. Yəni əgər 80 min, 70 min insan Tehranda o stadionda məkbər türk deyirsə, deməli bu xəstədir. Yəni millət bir-birinə məhv olmasını arzu eləməməli. Hətta bizdə bu ermənilər bizim torpaqlarımızı işğal eləyəndə belə bu qədər sərt ölüm arzusu olmamış. Bəs necə olsun? Baxın, biri var, biz Hocam burada başlayın. birlik... Bizim bu içəridə bəlkə bəziləri belə düşünürlər ki, içəridə bizə türk şəhər deyirlər. Yəni bizə aşağılayırdılar. Hətta bizim bir çox futbol maçlarında bizimkiləri başqa şəhərlərə yerində döydülər. Məsələn, Simnana Firmana gedəndə döydülər. Belə Urmiyanın voleyboluna gedənləri də vurdular. Belə onları boş verək. Biz indilən opozisyondan danışırıq. Yəni müxalifətdən hocam. Doğrudur. Ben elə gəlirəm onun üstünə. Gəlirəm onun üstünə. Orada belə bir fikir var. Həmin o 6-cı maddədə belə bir fikir var ki, ölkədəki ümumdemokratik hərəkatlarla milli hərəkatlar arasında işbirliği və ya da fəaliyyət sahəsində o birlik yaranmalıdır. Bu ideal haldır. İdealın bugüne kadar gerçekleşmesinin sebeplerini dedim. Milletler arası münasibətlerde etimadsızlık var, nifrət var. Bakın. Demokratik hərəkat nə deməkdir? Minimum seçkiyə dayalı hakimiyyət deməkdir, değil mi? Demokratik idarəçiliyin minimum şərti, ən az şərti seçki ilə olmalıdır. Yəni irsi hakimiyyət olmur, teokratik hakimiyyət olmur. İrandakı indi 2 turlu seçki sistemi, nəzarət şurası hə desə seçkiyə qatıla bilir, deməsə olmur. Yəni bugünkü seçki sistemi İranda demokratik deyil. Və İran müxalifəti deyirmi ki, bu seçki sistemi dəyişməlidir? Bəli, deyir. Deyirmi ki, bu 110-cu maddə qaldırılmalıdır? Zaten İranda normalı. Hocam bağışlayın, məsələn bu müxalifətin başında pəhləvicilər gedir. Onların hətta anayasa kimi bir dənə də kitab ortaya qoydular. Bu dediklərinizlərin heç bir orada yox idi. Yəni məsələn İranda seçki yoxdur, demokratik deyil. Biz gətsək məsələn demokratik o seçkiləri məsələn baş tutacaqdır. Bu belə bir Pəhləviçilər son dövrlərdə aktivləşdilər də. Bundan əvvəl o digər qüvvələr o seçki sisteminin değiştirilmesi ve İran'da normal seçki sisteminin kabul olunması gereği hakkında danışmırlar ve danışırlar. Bugün bəyəm o xaricdə olan müxalifət danışmır mı? Hətta İran International danışır. Hətta danışırlar. Kim danışır? Yəni hansı harda danışırlar? Valla əzbərə insanların adını çəkəsi deyiləm ki. Əzbərə söhbət deyil, topluluq deyirəm. Məsələn, deyilən pəhləviçilər, xalq mücahidləri, məsələn, məşrutəçilər. Bunların içində bəlkə federalçıların içində bu bir söhbət olar. Və o cür qüvvələr də var. Mən, baxın, iddia eləmirəm ki, bütün İran müxalifəti seçki sisteminin dəyişməsidir. İran müxalifətinin içində olan bəzi qüvvələr seçki sisteminin dəyişməsini istəyirsə, 110-cu maddənin dəyişdirilməsini istəyirsə, bu bizim üçün protokol əsasında əməkdaşlıq imkanı yaradır. Protokol əsası nədir? Quzeydə onu yəni məhdud bir fəaliyyət dairəsində
biz əməkdaşlıq eləyə bilərik. Yəni 110-cu maddənin qaldırılması, seçki sisteminin dəyişdirilməsi haqqında biz əməkdaşlıq edirik. Yəni deyək ki, milli hərəkat deyirsə ki, bu və yaxud da hansısa bir qrup, hansısa bir şəxs ki, belə çıxışların mən çox şahidi olmuşam. Hətta İran International'da çox danışıblar. İndi ağlıma gəlmir onların o ismini vermək. Və bu bizim üçün təbii bir iş, e, bu sahədə əməkdaşlıq imkanı yaradır. Bir də e, bir məsələ var. Biz adətən demokratik deyəndə demokratik sistem həmişə mərhəmətli olmur. Həmişə ədalətli olmur. Dolayısıyla ədalət sözü demokratiyanı tam əvəz eləmir. Mən düşünməyin ki, demokratiya deyəndə deyirəm ki, ideal bir quruluş vəd eləsinlər və yaxud da onun peşində olsunlar. Bu yalnız bəlli bir məsələlərdə əgər maraqlar üst-üstə düşürsə, onda əməkdaşlıq eləməyə gərək var. Məsud bəy, bunu da deyim. Baxın, bir də sekulyarist hərəkat varmı? İran müxalifəti daxilində sekulyarizm istəyi güclüdür. Yəni, bu İslam rejimi dəyişməlidir. Monarxizm olsun ya digər o idarə sistemləri olsun, fərq yox. Hocam İranda bağışlayın. qadın hərəkatı varmı? Biraz Var. hocam bağışlayın sözünüze girmekten ben üzr Buyurun, istəyirəm. buyurun. Burada sekular hərəkat, yəni mən İran müxalifətinin illa işte farsçı, mərkəziyyətçi müxalifətin içində sekularizm görmürəm. Fəqət dinə qarşı bir söyləm görürəm. Ki bu sekularizm deyil. Yəni dini aradan götürmək, ərəbə bağlamaq, ərəb kültürü kimin qələmə almaq və onu Eyvallah. aradan silməyi, bunun adı sekularizm deyil. Yəni o müxalifət ki, söhbət edir, dini siyasətdən ayıracaqdır. Əslində dini ayırmaq istəmir. Dini yox eləmək istəyir. Onda dini ki, hər nə varsa onun ərəb kültürü də içində vardı, onu yox eləmək istəyir. Yəni ərəb düşmanlığıdır bu sekularizm. Mənim anlayışım budur ki, bu qədər Deməli, daha konuşup bunların sekularizm anlayışı yoxdur. Bunlar fəqət ərəb düşmanlığıdır ki, onun adını qopla sekular, yəni dini siyasətdən ayıracaqlar. Yəni dini deyil, bu ərəbi kültürü İslam'a ayırmaqdır. Bunu, ben bilmirəm bu anlayış bunlarda nə qədər dərindir, dərin deyil. Mən bildiyim qədərilə, oxuduğum qədərilə bunlarda bu da səthi bir şəkildə yəni dilə gətirir. Dini siyasətdən ayıracaqlar. Bunu hamı istəyir. Yəni bütün millətlər də istəyir, din siyasətdən ayrılsın. hətta bunu yadınıza gəlir mi? Buyurun. Kökü odur. Əlbəttə ki, kökü odur. Bu 100 illərlə gələn bir ənənədir farsların arasında. Yəni ərəb işğalını 7-ci əsrdən bu yana 651 deyirik də Nəhavənd uğraşmasını bunlar qəbul eləməyiblər. Və qəbul eləmirlər. Bu da anlaşılan bir şeydir. Və sekülerizm demək nədir? İdarəçilikdən uzaqlaşsınlar. Uzaqlaşdırsınlar ümumiyyətlə ruhaniləri də, dini də filandır. Bunlar daha qatı bir. Mən dediyimi əslində siz təsdiq edirsiniz. Bunlarda var, istek var. Olmaması da zaten mümkün değil. Çünkü fərqi yoxdur. Son 47 ildə siyasi İslamın, bu İran İslam Cumhuriyeti deyilən bu ölkənin başına nə bəlalar gətirdiyi bugün İran əhalisinin bəlkə %80'ine şamil aydındır. Və onun deməli idarəçilikdən uzaqlaşdırılmasını istəyirlər. Niye %20 dedim? Bununla da bağlı müzakirə, mübahisə eləyə bilərik. Bütün hakimiyyətlərin en azından 10-15% ya da 20% bir tərəfdarı olur. İranda bu siyasi İslamın tərəfdarları da var. Sıfır değil. Bəzən bizim dostlarımız deyir ki, İran tamamıyla bu ateist bir dövlət olub. Bu biraz abartmadır məncə. Ama onun təsdiq eləyənlər zat da var da onu. Bir de bakın bu məntiq benim bu dediğimin məntiqi nədəndir? Biz deyirik ki bütün milli təşkilatlar birləşməlidir. Eyvallah. Çok doğru bir yanaşmadır.
Müxtəlif o cərəyanları təmsil eləsələr belə, milli məsələdə, ana məsələdə birləşməlidirlər. Eləmi? Biz deyirik ki, İrandakı o millətlərin birliyinə çox böyük ehtiyac var. Eyvallah, çox doğru. Və bugün o sahədə də, birincidə də, ikincidə çox böyük problemlərimiz var. Bunun davamı olarak İran'daki bütün insan mümkün kadar ve bir daha tekrar olarak deyirəm. Bu strateji birlikten söhbət getmir. Protokol əsasında, yəni bəlli bir sahədə əməkdaşlıqdan söhbət gedir. Eğer deyək ki, bax bu rejimin aradan getməsini İran müxalifəti istəyirsə, hardasa bunların əməkdaşlığı üçün yer var. Əlbəttə ki, bizim milli fəalların həmişə son xüsusən 20-30 ildə artan bu repressiyaların o nəticəsində bir yəni bu sözü qəbul etməmə imkanı var. Necə yəni? Mən onunla necə əməkdaşlıq eləyim? Məsələ də bundadır. Ən çətin Bakın məsələ də elə hocam, bundadır. hocam biz hamımız belə deyək də bütün millətlər, farsları da bunun Bəli, daxilində. Son 100 ildə bunlar iqtidardadılar. Bu iktidarı əldə bəli. etmək istəmirlər. Hər nəyin bəhanəsi olsun. Adı nə mənə olur olsun. Bax biraz öncə Eyvallah. yolda gələndə bir dənə video izlədim. Orada bəlkə 10 minlər adam, pəhləviçilər dolubla böyük bir salondadılar. Bayraqlarını dalğalandırırlar. Orada bir adam danışır. Deyir ki, bax çox diqqət edin ha. Deyir ki, Hı hı. məndən soruşdular ki, bunlar bərəndaz deyirlər. Yəni hökuməti bu hökumət sahib Yıxmaq. olandan sonra nə edəcəksiniz? Dedim onda əvvəlinki iş görəcəyəm, bir çoxların gözünü çıxaracağım. Aha. Bir çoxlarını Eyvallah. asacağam. Belə fikirləşməyin, o günü biz rahat oturacaq və deyəcək o soyuq. Əlbəttə. Və sonra Əlbəttə. o 10 minlər adamın hamısı bunu alqışlayır. Diqqət edin bir nifrətə. Bu istəyir ki, o hökumət ki, o da zalimdir, ona yerinə otura. Hələ gəlməmişdən kəsir, asır, gözü çalır. O birisilər də hamısı bunu alqışlayır. Mən istəyim deyəm ki, indi Fars hakimiyyətdə, iqtidarda olubdur, güclü olubdur, baskı yapıbdır, hər nə mənə mənimdir deyibdir. İmkansızdır, mənim fikrim budur. Siz bunu mənə eleştirə bilər. İmkansızdır o məqamından düşə aşağı gələ, başqa millətlərlə bir masanın başında otura, eşit bir vəziyyətdə onların da haqlarını tanıya və dediğiniz kimi bu hökuməti, əgər bu millətlərin hamısı və fəslər də buna daxil. Eğer Eyvallah. istəsələr demokratik və azadlıq uğrunda, millətlərin haqqı uğrunda bir masanın başına otururlar, bunu dünyada dəstəkləyər. Niyə dəstəkləməsin? Çünki bu da demokrasiyə söhbətdir. İranı demokrat yapmaq söhbət olsa, hamı əl-ələ verər. Tüylər də əl-ələ verərlər. Amma biz görürük ki, burada istəyirlər o qiyafəni dəyişərlər. Yəni sistem həmən fars ırqsı sistemi olsun, hər nə mənə bunların olsun, bu şeyxin yerinə şah gəlsin. Necə ki, qabaq şahın yerinə şeyx gəlmiş, Xümeyni gəlmiş. Eyvallah. İstəyim deyəm ki, millətlər bunu bilərək yapırlar. Bilərək o masaya getmirlər. Çünki o masada bilələrinə yer, səndalye qoymayıblar. Mesut Bey anladım sizi. Sizin bu etirazınızı da kabul ediyorum ama bir şey var. Bugün bir reallıkla karşı karşıyayıq. Devletin resursları Farsların elində. Değil mi? Ve biz adeten sayımızla qürrələnirik. %40'ıq. Dünən yazırdı birisi %65'ik. Və qalanlar heç nədir. Mən o rəqəm artdıqca utanıram. Biz necə millətik ki? 90 milyonun %65'ini təşkil edirik. Amma biz bizim o varlığımızı belə qəbul elətdirə bilmirik. Yəni, demək istədiyim nədir? Dövlət əlində, bütün imkanlar əlində, müqayisəyə gələndə farslar digərlərindən çox güclüdürlər. Və belə bir halda əlbəttə ki, xəstə bir vəziyyətdə bizim demokratiya istəyimizdə, sekularizm istəyimizdə, qadın haqlarımızda filanları onun bir hissəsi qəbul etmir. Hətta qəbul eləsə belə, sizin yazdığınız kimi mərkəzçi bir Fars hakimiyyəti
olsun deyə qəbul eləyərik. Bu şərtlə qəbul eləyərik. Biz nə etməliyik onda? Bizim gücümüz bu qədərdir. Əgər Hocam indi bu da sual. Bax çox istəyirəm olsaydı Məsud bəy, tərəfli gedə də. bu gündə olmazdıq ki. Hı. Ya, istəyirəm biraz iki tərəfli olsun. Yəni əgər sən tutalım ki, indi elə bunlar bunu qəbullanmayacaqlar. Görünən odur. Bəli. Yəni deyəcəklər biz iqtidardayıq, yönetimin qiyafəsini Qəbul dəyişəcək. Çox etsələr də, etməsələr də, qoyun bunu yerinə düşüb qoyun deyim. Məsud bəy, qeyri-farsları, milli hərəkatları deməlidir ki, biz demokratik hərəkatıq, biz sekulyarist hərəkatıq, biz qadın haqlarını qəbul edirik, bizim mahiyyətimiz budur. Üstə gəl, bizim milli haqlarımız. Biz bunu deməkdən yorulmamalıyıq. Və onları da daim baskı altına almalıyıq. Siz necə demokratsınız ki, çox millətli dövlətdə etnik haqları qəbul eləmirsiniz. Bu hocam bizim bunun həmişə hocam dediyimiz bunun və bir deyəcəyimiz söz xasil, olmalı. gülünc bir Bəli. yeri var. Bunlar deyirlər Niyə? ki, bu haqdan söhbət olanda biz demokrasi istəyirik, biz bərabər hüquq istəyirik, Bəli. millət olaraq orada və o dilimizi, kültürümüzü istəyirik. Deyəndə bir sən nə deyir? Deyirlər ki, bunlar Təcrübə tələb hamımız deyirlər də. rejimin adamısınız. Yəni bu an yönetimdə olan rejimin adamı. Biz gəlsək siz asacaq. Siz hamımız pantürküsüz. Yəni bunların Məsud söyləmi bəy, budur. İndi istəyəm deyəm ki, gözəl. bu qədər aşırı dərəcədə radikal bir zehniyyət ilə ki, ilk başda siz də çox gözəl dediniz. Xəstədir, noxoşdur. Hətta bir-birini əzib keçir. Eşitib çıxırlar etiraza. Müzahid ilə Pəhləviti bir-birini vurdular, dövdülər. Bizim Doğru. federalçı Güney Azərbaycanlı vurdular, gözündən qanı axıtdılar. Yəni bu qədər aşırı dərəcədə hətta Avropa ölkələri, Amerikada belə yaşaya-yaşaya, Kanadada yaşaya-yaşaya insanları belə dövmək, bu qədər nifrət özlərində bəsləyiblər. Yəni o ölkələrdən heç nə öyrənməyiblər. İndi bu Məsud bəy, vəziyyətdə hocam, anladım biraz da belə sizin milli sualınızı. hərəkət nəyə Məncə, gəlir? bakın, siz və mən də Azərbaycanın azad olmasını istəyirik, tam bağımsızlığını istəyirik. Biz bu şuarla Farsın üstünə gedəndə əlbəttə o bizi qəbul eləməyəcək. Əlbəttə deyəcək ki, siz təcrid tələbsiniz, sən bizim vətənimi bölmək istəyirsən, səndən nə əməkdaşlıq edeyim? Ona görə oturub düşünməliyik, mərhələ-mərhələ. Bu mərhələdə biz nəyə nail ola bilərik? Əks təqdirdə dediyim kimi, bax güc olarda, beynəlxalq o dəstək də olarda, eləmi? Hər şey olarda. Biz də deyirik ki, biz bağımsız olmaq istəyirik. Onlar əlbəttə qəbul eləməyəcək. Bugün Azərbaycan Respublikasında bir talış separatçısı desə ki, gəl demokratiya problemlərinə bağlı əməkdaşlıq eləyək, mən onu qəbul eləmərəm. Bir Rusiyanın o belə deyək, qışqırtdığı bir ləzgi separatçısı ki, bu keçən 30-40 ildə biz gördük. Desə ki, Azərbaycanda liberalizm problemi var, insan haqları filandır, şudur, budur, gəl əməkdaşlıq, mən eləmərəm onu. O da onun kimi. Demək ki, bu mərhələdə nə mümkünsə onu alıb o biri mərhələyə keçmək lazım. Nə Sözüm mümkünsə, budur. hocam, nə mümkünsə onu alıb. Hansı mümkün? Onu danışaq. Yaxşı, amma bu arada bir sual verim sizə. Bugün mən desəm ki, Məsud bəy, niyə belə məhdud şüar irəli sürürsünüz? Cənubi Azərbaycanın bağımsızlığı nə deməkdir? Biz bütöv Azərbaycan qurmalıyıq. Biz federativ Turan qurmalıyıq falan. Siz deyəcəksiniz, bu heç yeri deyil. Bu zamanı deyil ən azından. Eyni prinsiplə yanaşsaq buna, Amma biz mən o zaman... deməm. Mən yol xəritəsi çizsəm, illa Bəli. ki, Güney Azərbaycan, bütöv Azərbaycan və Türk dünyasında pozisyonumuz, yerimiz olduğunu illa ki Sevgili Məsud bəy, biz bunu deyə bilərik. Siz Türkiyədəsiniz, mən Azərbaycan Respublikasındayım. Biz rahatıq burada. Biz bunu deyə bilərik. Amma Təbrizli, Urmulu necə desin? Günlük həyatında qoy bir şey desə... deyim. Qoy bir şey etiraf edeyim. Buyurun. Zaman içəridəki dostlarım məni mühafizəkar. Bax, görürsünüzmü? Bax, mənə mühafizəkar deyirlər. Radikal yox ha, mühafizəkar.
çox rahat sərt deyə bilmirsən ki, biz Azərbaycanın müstəqilliyini istəyirik. Bağıra bağıra de. Çünki biz içəridə bağırırıq. Çünki biz zindana gedirik, zindanın içində də bunu bağırırıq. Eyvallah. Bu bizim haqqımızdır. Baxın, onlar mənə mühafizəkar deyildi hocam. Bu emosional yanaşmadır. Mən həmin adamı qəbul eləyirəm, bağrımın başına basıram. Hə. O gözümün üstündə yeri var. Amma emosional yanaşma ilə siyasi fəaliyyət uyğun gəlmir. Olmur. Hocam siyasi Baxın, Məsud eğerse bəy, bir şey diyeyim hocam. bir Eğerse Türkiyədə yani bu milli hareket imanisel hə, deseniz, duygusal bəli, bir hareket deseniz de ben bunu milli duygu deyirəm. Bu milli duygu əlbəttə milli. olmasaydı hareketimiz bu kadar da genişlemezdi. Bu kadar da derinleşmezdi. Bu da bir gerçekti. Yani bir millet ki ezilipti, zor altında kalıptı. İlla ki o zordan kurtarmak için bağıracaktı. O mantıklı O oturup doğrudur. insanlara danışmayacak. Bizim de Haqlısınız. psikolojik olarak millətimiz o süreci yaşayır. Mən indi nə oturam deyə ki, dediyiniz kimi oturaq məntiq ilə masanın başında əldə etdiyimiz qədər ilə haqqımızı alaq, sonra irəli gedək addım deyə. Aha. Baxın, bunu mən də tərəfdarıyam. Amma istəyirəm ki, onları da aşağılamaq şey olmasın. Belə Yox, siz yox, duygusal əlbəttə yox. Əlbəttə yox. o Mən bir daha sözləri deyirəm. başa düşməməliyəm. Başımın üstündə yeri var. O adamı mən anlayıram, başa düşürəm. Amma siyasət deyilən bu acımasız bir sistem var. Bunun biz nəticələrini bugün görürük. Yüzlərlə, minlərlə adamı dama basırlar. Nədir suçu? Haqq işi üçün mübarizə apar, deyilmi? Bu acımasız fəaliyyət sahəsində rasional olmaq zorundayıq. Siz, mən çığıra bilərik, bağıra bilərik. Amerikada oturub, gedib o səfirliyin, Amerikada səfirlikləri yoxdur ya, Türkiyədə deyək ki, bu səfirliyin qabağında çığıra bilərsən. Ben gedib mesela Bakıdakı səfirliyin qabağında istədiyim şeyi deyə bilərəm. Uzaqbaşı polis məni 2 gün saxlayacaq, ondan sonra da buraxacaq. Amma orada gedir proses. Baxın, 20-ci illərdə Quzey Azərbaycanda hərəkat var idi. Bunu elə bil ki, biz sizdən danışmışıq. Üsyanlar filanlar olurdu. Müzakirə olunurdu. O Azərbaycan Milli Mərkəzi o zaman Ankara'da idi. Ve bazı adamlar deyirdi ki biz buradan onlara gösteriş vermeliyiz. Biz yolunu göstermeliyiz. Biz daha tecrübeliyiz filanı. Resulzade deyir ki biz onların mümessilleriyik burada. Mümessil sözü yadımdadır benim. O cürdə yazır. Biz oradakilerin nümayəndəsi. Oradakilerin isteklerine cevap olarak, isteklerinin, taleplerinin özde yazır. Cevap olarak biz burada işimizi kurmalıyız. Eyni söz sizə də aiddir, mənə də aiddir. Mən burada çığıraram, bağıraram, amma oradakı əgər deyirsiniz nə ala bilər? Ana dilimizin, Türkçemizin rəsmi statusuna sahip ola bilməsi, yəni o statusu alması mənim düşüncəmə görə çox böyük bir uğur olar. Bu corabın çözülmesi olur. Hocam bir şey Diye ki, bakın özür istedim bunu da diyeyim. Bu son zamanlar başladılar bu Pezeşkiyan'ın o hükümeti bu desentralizasiya istiqamətində müəyyən o işlerin görülmesi. Bu da müsbət bir iş. O müsbəti görmek lazımdır bence. Görülmədi axı hocam. O standara birinci fikirdən başlayır da. Məsud bəy, əgər məclisdə bu konstitusiyanın o 15-ci maddəsində o həyata keçirilməsi məsələsi danışılıbsa, bu belə müsbət işdir. Buna belə sevinməliyik və tələbimizi artırmalıyıq. Proqramın son dəqiqələrini açırıq. Əgər biz oturaq deyək məclisə getməyə də müsbətdir, elə 47 ildir o məclisdə təsvib olubdur qanun. 47 ildir elə məbhəs də olubdur. Hətta Fasların dönəmində, Xatəminin dönəmində daha da çox bunun üstündə danışıldı. Hətta o zaman bir fürsət də verildi. Bizim dərəcələrimiz, zatlarımız da çıxdı, kitablarımız da biraz sansordan uzaq çıxdılar. Yəni o da bir nəfəs aldıq. Böyük bir toplantılar yaptık üniversitelerde. Dərəcələr ortaya koyduk. Ama sözüm budur ki, bu rejim bizi onu yaşatmaz. Yani mən düşünürəm, öz şəxsi fikrimdir ki, 100 il də belə sürə,
Bu rejim bizim ana dilimizi doğru düzgün öğretmeye imkan vermez. Elinden geldiği kadar onu Azerileştirer, yani Fazerileştirer. Onu Türklükten, kimlikten, kelmeden yoksul, kısır bir dile çevirer. Çünkü indələn medyalarını çeviriblər. Mesela Urmiyanki Təbrizə get baxışından deyir ki, der rastay əhdaf Cumhuriyet İslami və beyanat İmam Xameneyi der rustay Kızılgele yek adet hane Getdik. Behtaş iftitah oldu. İndi siz bundan ne anladınız? Bu dili yok Ee, etməkdir. Bu dili yani səllahlıq eləmək. Belə bir haklısınız. səllahlığını yapapsan bilirsin, Elbette. Gol-golun gözün çıxardısan. Onun için bu Elbette. rejimiyle, bu sistemiyle, bu xəstə, nuxuş sistemiyle mən 1000 il də gedəm. Mən heç bir belə bir zərrə qədər inanmıram ki, bunlar bizim ana dilimizdə eğitimi verərlər. Biz neden Mesut ana Bey, dilimizi eğitimi, Mesut Bey. necə ki pişəvər zamanında bir il doğru düzgün yaşandı, hayat özüne tapdı. Müstakilliğimizden sonra olmayınca imkansızdır. Ben bu benim fikrimdir. Mesut Bey, haklısınız. Bak dediniz ki vermeyecekler. Ben de deyirəm ki elbette vermeyecekler. Alacağıq. Bunun başka yolu yoktu. Biz Ve özgür, millet mübarize eləyib, elə bu mübarize eləyib, özgürlükdür. O zaman onlar cıra bilirler ki biz cıra, ana, cıra bak, cıra ondan haklarını alacak. onlar bilirler ki biz ana dilimizde doğru düzgün, elə Azərbaycan Cumhuriyyətində olduğu kimi ana dilimizde eğitim alsaq, bizim uşaqlarımız elə o gündən İran, Farssı zehniyyətdən silkəni bitiriblər. Onlar onu yaxşı bilirlər. Onun üçün Doğrudur. önündə dirənirlər. Hocam, Elbette. son 2 dəqiqəmiz qalır. Deyirlər ki, bu danışığı bir özətləyin. Yəni özünüz özünüzə bir sual verirsəz, nə mənən istəyir danışarsınız, yoxsa deyirsiniz mən bir sual verim, 2 dəqiqədə cavab verin. Buyurun siz sorun. Buyurun. Hocam, Güney Azərbaycan Milli Hərəkətinə gerçekten de büyük çağrı budur. Kuzey Azerbaycan'da, Türkiye'de fikir babaları, fikir aydınlarımız, yazarlarımız Güney Azerbaycan Milli Hareketi'ne destek olsunlar. Yani özgürlük yolunda yürüyen harekete destek olsunlar. Ben düşünüyorum ki bizi milli Hı hareketi hı. o tarafa bu tarafa çəkməklə, İran rejiminden haqq almaqla biz bəxtimizi tələf edirik. Ama siz bunun fikirimiz başka türündeyiz. İndi o başka türünü bir iki demek olar bir dəqiqənin içinde bitirsəz programımız da yan zamanı bitir. Siz de yormayasınız, işiniz gücünüz var bilirəm. Buyurun. Sevgili kardeşim, bu sizinle yazışmalarda da ben demiştim ki bir ters sual olarak hansı güclə buna nail olacaq? Addım addım getməklə, A deyəndən sonra B deməklə, B'dən sonra C deməklə biz sökə-sökə o haqqı alacağıq. Və əlbəttə ki, Kuzey Azərbaycan özünün müstəqil varlığıyla ora yardım eləyir. Amma bu çox azdır. Millətinlə, dövlətinlə Güney Azərbaycanın yanında olmalıdır. Yaxşı pis yanındadır. Mən o 7-ci maddədə o tənqid hissəsi də var idi. Bu hərəkat dövründə Güney Azərbaycanın o tutumunu mən tənqid etmişdim. Ne demek yani biz o yükü çəkə bilmərik. Güney Azərbaycan yük deyil. Sərhədləri bağlı saxlamaq doğru deyil. Öz vətənidir, istədiyi yerdən istədiyi yerə gələ bilir. İstəyir, fərd halında istəyir, minlərlə belə o köç olsun. Bu məsələ tartışılmamalıdır. Hocam bunun bakın Türkiye'nin de Azerbaycan'ın da Güney Azerbaycan siyasetinde çok büyük kusurlar var ama teessüf ki təəssüf ki, dedim.